Salam, vaxtınız xeyir. Biz bugün 4-cü sinif şagirdləri üçün Çınar Rəyamların hazırladığı beyin gimnastikası rəqəmli məntiq kitabından qruplaşdırma mövzusunun izah videosunu çəkirik. Ümid edirəm ki, bu video sizin üçün faydalıdır. Siz də belə düşünürsünüzsə, videonu bəyənin, paylaşın və kanala abunə olun. Biz isə başlayaq izahlara. İlk sualı görənlər düşünməyə başladılar. Necə ola bilər, necə ala bilər görəsən buradan cavabı tapanlara. Əhsən, başladıq. İlkin ehtimal hamının nəzərində budur ki, 5-dən 5-i toplayıram 10 eləyir. Baxın, bunları toplayıram 10 eləyir, rəqəmləri cəmi. Burada da 4-dən 6-nı toplayır, yəqin müəllim 10 eləyir. 7-dən 3-ü toplayır 10 eləyir, 6-dən 4-ü toplayır 10 eləyir. Tutaq ki, 2-dən 2-ni toplayırıq 10 eləyir, 1-dən 3-ü toplayırıq 10 eləyir, 8-dən 4-ü toplayırıq 12 eləyir. Hansı cavab 12 eləyir? Bunu da götürərəm. Sonra gəlirik cavablara baxma. Baxırıq 7-nin üstünə 5 gəlir, 12 eləyir. Diqqətli olanlar sualı axıra qədər işləyir. Təbii ki, 9-dan 5-i toplayır, 14 eləyir. 9-dan 4-ü toplayır, 13 eləyir. 9-dan 3-ü toplayanda baxır ki, bu da 12 eləyir. Bəs mən hansı cavabı götürməliyəm? Burada da çalışqan tələbələr buradakı bütün cavabları silir. Təkrar bir də başlayır başqa yol axtarmağa. Tənbəl olanlar nə edir bəs? Yoxlayır, ya A olar, ya B deyir. İkisindən birini seçir. Bəxtəxuda ya alınar, ya alınmaz. Amma əslində necə olmalı dostlar? Əslində 55-dən 9 çıxanda qalır 46. 73-dən 9 çıxanda olur 64. 22-dən 9 çıxanda qalır 13. Dostlar, biz də 84-dən 9 çıxmalıyıq. O da olacaq neçə? Cavab olacaq 75. Kimsə də bəxtəxuda B-ni seçmişdirsə, deyir, bildim, mən bilən imiş, sualda səhvlik var imiş, amma səhvlik yoxdur, məntiq fərqlidir. Kimsə də elə, mən sualı izah eləməyə başlayanda dedim, bu müəllim heç nə bilmir, bizə səhv izah elədi, mən videodan çıxıram. Səbirli olanlar, axıra qədər dinləyənlər isə hələ bizdən çox şey öyrənəcək. Davam eləyək. 7, 5, 6, 20, 26, 40, 23, 3, 23, 13, 8, 10 sual. Dostlar, necə ola bilər? Düşünün. Təbii ki, siz də mənimlə bircə düşünün. Baxaq. Baxın, 7 ilə 6-nın cəmi, üzrüstən 5 ilə 7-nin cəmi. 5-in üstünə 7 gəlir 12. 12-ni də 2-yə bölürük, düşür 6. 3-ün üstünə 23 gələndə, dostlar, eləyir 26. 26-nı da 2-yə böləndə eləyir 13. Kimsə deyir, ay mənim 2-ni hardan aldınız? Biz özümüzdən hər hansısa bir ortaq ədəd müəyyən edib yaza bilərik bu tip suallarda. Baxın, məsələn, hər birini 2-yə bölürük. Amma daha birini 2-yə, birini 3-ə, birini 5-ə, birini 6-ya bölmürük. Ola bilər, elə bir sual ola bilər. Amma o tək-təkdə, o da fərqlidir. Məsələn, ardıcıllıqla qarışdırıla bilər, fərqli bir sual olar. O başqa məsələdir. 20 üstə gəlsin 26, bölünsün 2, bərabərdir 23. Orada da müəyyən bir qanuna uyğunluq olmalıdır. Bir dəfə 2-yə, məsələn, bir dəfə 2-yə, bir dəfə 3-ə bölürsə 100% onu da buradan alır. Hər hansısa bir ədədlərin daxilindən, toplamadan, çıxmadan. 8 üstə gəlsin 10, 18, 18 2-yə bölünür neçə düşür dostlar? Təbii ki 9. Tapanlara afərin. Davam edirik. Uşaqların, mən deyərəm, dərs keçdiyim qruplarda görürəm, ən çox çətinlik çəkdiyi məqamda, amma əslində ən sadə məntiq forması, çünki həlli yolu üstündədir. Əvvəlki sualı düşünməli idin, axtarmalı idin. Burada axtarmağa, düşünməyə ehtiyac yoxdur. Baxırıq. 7 və 8 uyğun olaraq yazırsan sağına soluna. A-mız 7-dir, B-miz 8. Mənim belə alsam, bəli. 7-ni 2-yə vursan 14, 14-ün üstünə çaşıb 3 gəlmin. Əməllər sırası var. 3-ü 8-ə vursan 24. Bunları da toplayırsan, deyir 38. 38. Bura baxırıq dostlar. X, Y məsələsi var. Burada baxın, uyğun simvolları yerinə qoyuruq. Baxın, 4, 3 simvola əsasən. Baxın, qırmızı 3 bucağın solu 4-dür, sağı 3-dür. 4, 3. 3-ü 2-yə vururuq 6, üstünə 4 gəlirik 10. 6 və 3. 6, 3. 2-ni 3-ə vururuq 6, altdan 6 çıxırıq 0. Buranın da cavabı olur 0. Onun üstünə 0 gələndə bərabər olur 10-a. Davam edirik növbəti sualın izahı ilə. Təbii ki, bu asan bölmədir. Suallar bir qədər daha asandır. Amma sualların içində çətinlər də olur. 5-in üstünə 2 gəlib, 2-yə vursam 14 ala bilərəm. 14 mənə 7-ni xatırladır. 7-ni necə ala bilərəm? 5-in üstünə 2 gələrəm.
7. 7-ni 2-yə vuraram. 2-yə vuraram. 2-yə vuraram. 14. 7-nin üstünə 8 gələrəm. 15. 15-i 2-yə vuraram. 30. 18-in üstünə 2 gələrəm. 20. 20-ni 2-yə vuraram. 40. 6-nın üstünə 3 gələcəm. Aldığım cavabı da 2-yə vuracam. 9. 9-da 2-yə vuranda 18. 6-cı suala baxırıq. 3, 6, 3, 8, 13, 7, 9, 15, 8. Necə alına bilər? Məsələn, ilkin ehtimalda 3-ü necə almaq olar? 3, 6, 9 toplayaram. 3-ə bölərəm. 3 alına bilər. 8-in üstünə 13 gələndə artıq 21 eləyər. Baxaq. 3 üstə gəlsin 6, 9 eləyir. 9-u özümdən bir 3-ə bölsəm bərabər olur. Bərabər olar 3-ə. 8-in üstünə 13 gəlsəm, onlar 21. 21-i özümdən bir 3-ə bölərəm 7. Birincini tapan kimi qaçıb cavabı götürməyin. Sualları axıra qədər izləyin. Baxın, görün hamısı üçün bu hal doğrudumu? Onda cavabı götürə bilərsiniz. Davam edək. 9 üstə gəl 15 neçə eləyir? 24 bölünən 3-ə bərabər olur 8-ə. 5 üstə gəlsin 10. 15. 15-i bölünən 3-ə bərabər olur neçə? 5-ə. 5 yazanlara afərin. Deməli, baxırıq. 4, 1, 9. Necə ala bilərik? 8, 3, 19, 2, 4, 8, 5, 3. Nə ala bilərik? Necə ola bilər? Düşünün biraz. Beyin fırtınası deyək. Hardan ala bilər bu ədədi? Deməli, dostlar, baxın, burada 4-ü vuraram özümdən bir dənə 2-yə. Üstünə 1 gələrəm. Onlar 9. Burada 8-i yenə də özümdən 2-yə vururam. Üstünə 3 gəlirəm. 16, 19. Baxın, 2-ni özümdən bir 2-yə vururam. 4, üstünə 4 gəlirəm. 8. Burada 5-i özümdən 2-yə vururam. Üstünə 3 gəlirəm. 13. Cavab 13. Davam edək. 3, 2, 7, 8, 5, 18, 5, 7, 19, 9, 10. Baxaq. Burada nə edə bilər dostlar? Baxın, görək nə edə bilər. Bəlkə bunu mən sizə tapşırıq olaraq qeyd edeyim. Tapşırıq. Tapa bilərsiniz bunun cavabını. Bunun cavabını tapanlara əhsən. Belə bir video dərsimizin sonuna gəldik. Bu cür video dərslərinin səhifəmizdə çox olmasını istəyirsinizsə, kanala abunə olmağı, videoları bəyənməyi və dostlarınızla paylaşmağı unutmayın. Tapşırığı yerinə yetirməyi də unutmayın dostlar. Yaxşı? Sağ olun, görüşmək ümidi ilə. Hər birinizə dərslərinizdə bol uğurlar arzu edirəm.